Krasnoyarskı piyada gəzirəm gün 2. Mən itmişəm. Burada özümə yol qurulu. Bu gün sizlər üçün Krasnoyarskın ən böyük targov sentrlərindən biri olan Planet targov sentrini göstərəcəm. İndi kənardan göstərəm, uzunluğuna baxın. Yəni çox böyükdür. Ərazisi Sədərəyin ərazisindən ümumi böyükdür. Baxın, oradan başlayır. Familiya, o qırmızı bina, o da neçə 100 metr o tərəfə gedir. Oradan başlayır, gəlir. Planeta gəlir, hələ qurtarmıyor. Lemana Pro. Bax, bunun arxası 300 metr zatlardır. Ümumi bu qədər ərazini təşkil edir. İndi geriyə ora. Gözəlliyinə baxın. Buranın gəzib qurtarmaq üçün gələk 2-3 gün fırlanasan ki, ümumi gəzəsən. Şimdi girdiğim yer okey marketti. Marketin ümumi. Arkadaşlar çok büyüktü. 1 saat yarım bizi Targov Center'da gəzirəm. Geldim markete. Red Bull endirimdədir. 284 rubl yox, 209 rubl. Viskilerdi. Ruslan doymurlar. Arafların örüntüsüne bakıyor. Çok kassa olduğuna bakmıyorum. Yani həqiqətən də çok böyük sıra var. Kassalarda. Yani kassa tapa bilmirəm ki. Buradan çıxabilirim. Çok sıra. Ben göstereyim. Bak, bu sıra axıra kimi kassalardı. Çox gəzdim və yoruldum. Mən yoruldum və marketdən çıxdım. Mən itmişəm. Buradan çıxmışam, amma hansı tərəfdən çıxdığımı bilmirəm. İstiqaməti tapmaq lazım. Biraz fırlanandan sonra hara gedəcəyimi tapdım. Akşam saat 2-dən 3-dən sonra buralar boş olur. Boş olanda burada drift edirlər.